dostlar, gördüğümüz gibi idman klubumuzun yolu yekunlaşmaq üzrədir. Birbaşa teşekkür edirəm bu Cənub İdman Klubunun yanından, idman zalımızdan, idman zalımızın həyətindən, idman zalımızdan birbaşa öz adımdan, bir məşqçi kimi, əməkdar məşqçi kimi öz adımdan, idmançılarım adından, Cənub İdman Klubunun idmançıları adından, məşqçiləri adından, bu idman zalımız yerləşən, Cənub İdman Klubu yerləşən Abşeron rayonu Mehdiyabad qəsəbəsi İstiqlaliyyət küçəsinin sakinləri adından bir daha təşəkkürümü bildirirəm. Ölkə başçısına, cənab prezidentimiz İlham Əliyevə, bu yol idarəsinin rəhbəri, Dövlət Agentliyi yol idarəsinin rəhbəri Salih Məmmədova, departamentin sədri Kamran müəllimə, 14 sayılı yol idarəsinin bütün işçilərinə, fəhlələrinə, proravlarına, ustalarına xüsusi təşəkkür bildirirəm. Allah sizlərdən razı olsun. Bizim idmançılarımız, bu İstiqlaliyyət küçəsində yaşayan sakinlərimiz, yaşlılarımız, cavanlarımız, uşaqlarımız adından sizlərə təşəkkür edirəm. Yaşasın prezidentimiz, yaşasın xalqımız. Allah sizləri var eləsin. Gördüğümüz kimi idman zalımızın yoluna da gelip çatmışıq. Teşekkürler. İnşallah bu idman zalımızdan boks idman növündən, kickboxing idman növündən gələcəyin dünya, Avropa çempionları, Azərbaycan çempionları inşallah yetişər. Sağlam gənclik yetişər. Dövlətimizi qoruyan əskərlər yetişər inşallah. Biz də kimi buna söz veririk Allahın köməkliyi ilə. Çok sağ olun aziz kardeşler. Allah sizleri var eləsin. Allah sizi korusun. Yol idaresinde işleyen bütün işçilerin balaları bizim idman zalımıza, məşqlərimizə təmənnasız olarak gələ bilərlər. Cənub İdman Klubunda bizim idman zalımızda idman məşqlərimizə şəhidlərə, şəhid ailələrinə, qazi ailələrinin uşaqlarına məşqlər təmənnasızdır. Yol mədəniyyətdir. Necə də deyiblər, yol hər bir küçənin, hər bir rayonun, hər bir kəndin vacib olan bir maşınların, insanların, cəmaatın, insanlarımızın hərəkət elədiyi bu yol vacibdir, mədəniyyətdir. Allah razı olsun. Əməyi keçən, əziyyəti olan hər kəsdən Allah razı olsun.